Всем привет! С вами я, Сем. Сегодня я гуляю на это платье. Ana basınca köməklə sürüşürəm burada. Salam aleyküm. Aleyküm salam. Köməklə də bir sürüşüm. Burada da kleylə şeyliklər sürüşürəm burada. Abi bir də takma bir də. Dartın. Girişmişəm ha. Abi takma. Abi nə də yapışmışdım, ama qalmışdım orada ya. Girdim МЧС зәңгелем, МЧС газым mən çıxardılar. Ислам тестирует горку. Давайте посмотрим. Опа. Bir dakika. Давай. Sürət var. Vantilin niye bu? Это смертельная горка bu. Да, çok süratli. В поло идет она. Да. Все СССРские эти, на это, горки такие. Где Гроув-стрит? А, bildim. Покатайся на это. Давай. Çön git. Ora git dedi. Sen mənə başım Miniseros kimi deyəsən tanı. Давай git. Gedək mən sizə yeni Lada Prada ilə sizə tanış edeyim. Наш автосалон. Всем привет, подписчики Семза. Сегодня я покажу свою коллекцию новых автомобилей. Deməli, gözdə də maşınları çək. Gördüyünüz avtomobillər, bu avtomobillər hamısı mənim deyil. Gəlin gedək qəşəng kolleksiyanı bir-bir göstərəm maşınları. Gəl birinci başlayaq. Bu qırmızı maşınlar. Gördüyünüz kimi 45 тысяч лошадиных сил. Просто neyiniz ağzında nə soxsan biraz oynayacaq da. Ama operator biraz içkilidir, mən üstdən gəl. Sonra göstərəcəm bir dənə korkadan sürüşüb, ondan sonra beyni çönür. Deməli gördüyünüz kimi bu maşına ruçka zat lazım deyil bu maşını açmaq üçün. O ancaq lobla açmaq olur bu maşını ya da avtoqon üçün. Deməli sonra gördüyünüz kimi çox qəşəng. Ağzıma sizə soxsan kamera. O sen bana pul vermirsin, ben sen operatorum. Bir de gördüğünüz gibi bu kim dedilər ki maşın de gözünüzün qabağında. Deməli Gel futbol oynayalım. futbol görmüşsün maşınları göstər. Deməli keçili bir dənə qəşəng sport kardır. Тогда, может быть, на русском тоже буду говорить. В общем, это был первый автомобиль. Сейчас переходим ко второму автомобилю. Это Ferrari 2004 года. Просто мы ее считаем, что это Ferrari. Да, на самом деле это bilmirsən. Quality. Deməli içində gördüyünüz kimi, вот şimdi коробку передач. Я люблю наушники kulağına atarım ve stavlı o коробку. Orada gördüğünüz kimi boş korobkalar var içində. Çəkdim, mənə niyə çəkdim? Allah qorxuram. Bu ruçkası başı böyürdəndi, orada lomla da asma olmalı maşını. Ona görə ancaq МЧС var. Bu maşın elədir ki, если вы хотите на этой машине куда-то поехать, надо вызывать МЧС, чтобы они открыли эту машину. Следующий автомобиль. Он вообще выглядит грандиозно. Да? Мы думаем, что вот возможно его, потому что это тюнинговый автомобиль. И там получай. Бомба. Зачем нужен BMW X5, когда есть вот такая машина? Вот, посмотрите вот на это такое. Зачем нужен Lamborghini, когда есть вот такая? Valla peh. Oy da qaba faralarını bir dənə bax. Faralar görürsüz. Ручкалар да. Невидимые ручки. Ручек нету вообще. Да. Deməli, тут уже МЧС тоже не поможет, если вы захотите куда-то поехать. Deməli, вот наша коллекция автомобилей, а это автомобиль еще недостаточно убит, чтобы мы его купили. Deməli, indi isə bizim sponsorlarımız. Bir dəqiqə də biraz. Çingiz müəllim çox qəşəng piraşkelər satır. 20 yanvar metrosunun altında. Sonra bir dəqiqə də На таком расстоянии нормально снимать. На бах. На бах. Bizim dostumuz Şlendi yox, Vlendi, который qəşəng edit çəkə bilər. Sizə qəşəng любой düşük videodan qəşəng bir dənə video düzəldir. Deməli, А он нам не заплатил, и зачем ты его рекламируешь? Deməli, sonra bir dənə də Əlidər müəllim, hansı ki Əlidər müəllimin dükanı var idi, bilirsiniz, keçən seriyalarda yəqin
прошлых сериях вы, наверное, помните, да, Элидар Мэллима, у которого есть маркет, который не работает. Он Qaqa çəkil, maşın pısat vuracaq onu. Он скоро открывается. Это анонс, да, Элидар Мэллимин dükkanı. Открывается просто, там ничего не продается. Qaqa 5 dəqiqə qal. Mən getməliyəm, məndə işim var. O mən sonra atarsan da, mən Nokia-mı atarsan da o knopka. Problem yox. O Nokia-dan YouTube açma olur da, hə? Gəl bura. Nokia-dan əlbəttə olur. Mənim bu bacım məsələn Instagram açmışdı. Nokia-da. Hə, məzələnmirəm. O işi də o içində 2 knopka olur. Hə. İslam, почему вот на воротах здесь такая палка? Я сейчас отвечу. Hadi. Qapçı çoxlu qol buraxanda onu qaldırırlar. Вот это что с КМФ? Потому что mənim o Kimsə içkili olub yazıb. Azərbaycan hazırlığında da. Kimsə içkili olub ağzına Здесь gələn. перевернутую букву А нарисовать. Я это сделаю сегодня ночью в 12. Hə, görəcəksən ki, bir də şey deyir ki, "Əleyhissalam." Çanta. Ben sen bu gözəl. Kvartira твоя поместье. Dabой da sapaz var da. Təcili iş görülmür. Motor xodlandı. Заткнись там, а. Ой, да машину vurmaq istəyirəm. Ana, не трогай меня. О, Форд, нам посмотри, что это за гейм-клуб. Камер клуб. Давай я буду читать. Тихо, 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 тихо. Ну, да, я читать буду. Там красный Жигули. Тихо, Кстати, ты знаешь, что здесь рядом, вот buralarda, Ага. можно на руле повозить Форзу. Где? А здесь вот здесь не ходу, 5 dəqiqəlik yol. Mən səni çırpacam onu bir. Mən sən ev istəyirəm almaq. Bir də burada dur. Burada Aa, dur. maşın vuracaq sənin bir dəqiqə. Bir dəqiqə burada dur bir dəqiqə. Ofis və evlərin algı satqısı və Bəli. kiraya Maşın 0.75 vuracaq sən bir dəqiqə. 0.75 Döner aran 4 Этот балкон нагнулся. Dönərxananın balkonu nagнулся elə. Gəl bura. Yavaş gel. Gəl. Gəl sən get. Amma niyə səni çantamı troqaç eləyir? Aha. Все, давай. Еще одно сломанное качели. Кага. Gözlər. Askırman gəlir. Ay dayı. Daha çəkərsən. Aha, yaxşı. Yaxşı. Ama niyetim есть. Я нашел твой дом. Из кирпича. Нет, для меня слишком большой. А вот твой дом. Он там. Вот. Zibileşi değilsen yoksa bu. Öyle onun dalındakı. Hə də bu, hə. Bu mənim qarajım. Hə, bildim. A, garajın. Ya bura hara gedirsən? Ha, bura. Yo, bura. Novxanaya. Səni çıxam metroya qədər. Давай. Рецепт. Потому что у нас током шантарахнуло. А какой topla? Vagon. Sizi niyə qoymurlar divanda oturmaq? Çünki baxın, bizim divanlarımız hamısı bu vəziyyətdədir. Bax bu nə baş verir burada? Mən maraqlı. Divan niyə öpürək? Şanda baxmışlar.